Evlənəndə qızlardan bəkarət tələb eləyirlər. Həz yaşayırlar, əllərində pult, uzanıblar divanın üzərində. Dünyaya gəlməsini istəmədiyimiz uşaqların çoxu qız uşaqlarıdır. Salam, hər vaxtınız xeyir olsun News 24-ün daimi izləyiciləri. Reallığın izi ilə verilişimizin bugünkü qonağı Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, elmlər doktoru Siracəddin Hacıdır. Salam Siracəddin bəy, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm, xoş gördük. Dəvətə görə Allah razı olsun. Siracəddin bəy, bugün sizlə cəmiyyətimizdə çox aktual olan bir sıra sosial və ictimai məsələlərə toxunmaq istəyirik. Ən çox müzakirə olunan məsələlərdən biri, daim biz sosial şəbəkələrdə bunu görə bilərik ki, gündəmə gəlir. Qadınların geyimi ilə bağlı olur. Qadınların geyimi ilə bağlı cəmiyyətdə və sosial şəbəkələrdə bəzən mübahisələr yaranır insanlar arasında. Maraqlıdır, sizə görə hicab məcburiyyət olmalıdır, yoxsa seçim? Burada məsələ belədir. Öncə Allahın məsələni necə qoyduğunu aydınlaşdırsaq, məsələ tam özündən həll olmuş olacaq. Birinci budur ki, Allah varlığı qoyanda, yəni münasibət bestirəndə insan kimi baxır. Yəni Allahın baxış açısı cinsiyyət deyil. Qarşısındakının insan olduğunu istəyir. Yəni hər şeydə insan üçün yaratdığını söylüyor. Hər şeyi insan üçün yaratdığını söyləyəndə hər şeyi kişi üçün, kişilər üçün ayrıca bir kateqori, qadınlar üçün ayrıca bir kateqori söyləmir. Yəni biz də məsələyə baxanda qadın-kişi münasibətlərini, qadın-kişinin dəyərini öyrənmək istəyiriksə bu nöqtədən baxacağıq. Yəni insandır qarşımızdakı. İnsana aid olan əmrlərin hamısı, məsələn, Allahın müraciət şəkillərinə baxsanız, Allahın müraciət şəkilləri ey kişilər, ey qadınlar deyil. Ey insanlar. Ya da ya əyyuhəlləzinə amənə, ey iman edənlərdir. Yəni biz qadına da, kişinə də öncə insan gözü ilə baxacağıq ki, münasibətlərimiz doğru olmuş olsun. 2. Allahın baxdığı yerin biri, göstərdiyi yerin biri budur ki, Allah hər şeyə əmanət kimi baxır. Əmanət şuuru verir. Əmanət şuuru nə deməkdir? Sahib olduğun şeylər sənin deyil, ey insan, sənə verilmişdir. Məsələn, bugün cəmiyyətin və dünyanın ən böyük probleminin biri budur ki, biz hər şeyə mülkiyyət gözü ilə baxırıq. Yəni, hər şey mənimdir deyir, bədən mənimdir deyir. Amma biz bax fikir verin, ağaca, çiçəyə, böcəyə, suya, şəhərimizə, ölkəmizə, bayrağımıza, ailəmizə, övladlarımıza, məktəbimizə, elmimizə, təhsilimizə, hər şeyə əmanət şuuru baxsaq, onu qoruyacağıq, onun dəyərini biləcəyik, onu incitməyəcəyik. Bir adam evdə xanımını incidirsə və yaxud da ki, xanım ərinə qarşı sərt davranırsa, övladlarımıza qarşı sərt davranırıqsa, lazımsız işlər görürüksə, bu o demək ki, biz ona əmanət kimi baxmırıq, mülkiyyət kimi baxırıq. Yəni, Allahın baxdığı birinci nöqtə nədir? İnsandır. İkinci nöqtə nədir? Əmanətdir. Üçüncü nöqtə nədir? Allah barış olmasını istəyir. Allah bir ölçünü qoyanda, baxın, yəni insana bir hədəf qoyur. Deyir ki, sənin əsas hədəfin nədir? Deyir ki, insana Allah buyurur ki, mən insanı yer üzünün xəlifəsi olaraq seçmişəm. Baxın, yer üzünün xəlifəsi olaraq seçmişəm deyəndə, kişiləri yer üzünün xəlifəsi olaraq seçmişəm deməyib. Xanımları yeryüzünün xəlifəsi olaraq seçmişəm deməyib, kainatı kişilər üçün yaratmışam deməyib, ya da qadınlar üçün yaratmışam deməyib, insanı seçmişəm deyir xəlifə üçün. Və bu xəlifə olacaq, xəlifə nə deməkdir? Xəlifə yeryüzündə, Allahın istədiyi yeryüzünü, Allahın istədiyi biçimdə hər şeyi əmanət gözü ilə baxıb idarə etməkdir. Yəni, ədaləti, mərhəməti, barışı, xeyri, insanlığı, hüzuru gətirməkdir. Və bunu da bir ayə ilə belə açıqlayıb. Əmri bil maruf, nəhi ənil münkər. Yəni, insana deyir ki, sənin bu həyatdakı vəzifən əmri bil maruf. Əmri bil maruf nədir? Maruf insanlığın ortaq dəyəri. Ədalət, barış, sevgi, mərhəmət, ailə, hüzur, qardaşlıq, dostluq, vəfa, sədaqət ki, bütün insanlığa aid ortaq dəyərlərdir bu. İnsana deyir ki, sənin bu dünyadakı varlıq səbəbin, bax, bu ortaq dəyərləri yaymaqdır. Kişilərə demir, Aqil bəy. Həm xanımlara deyir, həm də bəylərə deyir. Yəni, əmri bil maruf əmrini, öydünü, buyruğunu yerinə yetirmək kişinin də vəzifəsidir, qadının da vəzifəsidir. Bu cəmiyyətdə də müzakirə olur. Sizin də sualınız müəyyən mənada onunla bağlıdır. Qadın mı üstündür, kişi mi üstündür? Baxın, Allahın ölçüsü budur. Fikir verin, fərqli varlıqlardır. Mən əslində sizə ondan bağlı. Baxın, cinsiyyət, bir insan cinsiyyəti ilə öyünə bilməz. Niyə görə öyünə bilməz? Niyə görə? Çünki cinsiyyətimizi biz seçməmişik. İnsan o şeylə öyünər ki, onda onun əməyi var. Onda onun işi var, deyil mi? Yəni, cinsiyyətini sən seçməmişsənsə və sənin heç bir əməyin yoxdursa, sən niyə görə öyünürsən? Yəni, Allah necə baxır? Fərqli ki, baxın, deyir ki, qadın biyoloji baxımdan fərqli varlıqdır. Bədən quruluşu, ona verilən özəlliklər var. Qadının ana olmaq kimi bir özəlliyi var, missiyası var. 2, qadın psixoloji baxımdan fərqli bir varlıqdır.
mərhəmətlidir, duyğusaldır, detala çox baxar, həyəcanlıdır, sevgini çox istəyər, romantizm istəyər, gül istəyər, çiçək istəyər, hədiyyə istəyər, sevilməsini istəyər, toxunulmasını istəyər, tərif istəyər, hədiyyələr istəyər. Bax, Quranın belə deyirəm də, manşet ayəsi budur. İnsanların bu məsələlərə baxarkən, Quranın hansı ayəsindən baxaq ki, işimiz doğru getsin. Bəqərə surəsində Uca Allah buyurur ki, Bismillahirrahmanirrahim, La ikraha fiddin, dində məcburiyyət yoxdur. Bax, bir dənə insanlar bu manşet kimi bunu hər yerə yazsalar, məktəblərimizə yazsaq bunu, evimizə yazsaq, kitablarımıza yazsaq, dərsliklərimizin başına yazsaq. Baxın, bizim problemimiz budur, dində məcburiyyət yoxdur Allah. Hətta ərəbcəsi la ikrah, ikrah etdirmək, bezdirmək, iyrəndirmək yoxdur. Yəni, nə deməkdir bu? Bir insana bir şeyə məcbur edərsənsə ondan iyrən. Nəyə görə Allah bu ayəni ora yerləşdirib? Məcburiyyət olsa nə olur? Məcburiyyət olsa, baxın, cəmiyyətdə münafiqlərin sayı artar, ikiyüzlülərin sayı artar. Adam başını örtər, amma ona inanmaz. Sən onun zorla başını örtdürmüsən. Adam namaz qılar, amma qıldığı namaza inanmaz. Bax, mən sizə bir dənə söz öz təcrübəmdən deyim. Mənim bir tələbəm var idi. Qız uşağıdır, 14-15 yaşında. Başı bağlı idi, örtmüşdü başını. Bir gün mənə çox güvəndiyinə görə, bəzən belə deyim, o duyğularını mənə ifadə edirdi, yəni açıq söyləyə bilirdi. Mənə bir gün dedi ki, müəllim, Allah varsa nədən özünü mənə göstərmir? Və mən nəyə görə görmədiyim Allaha inanmalıyam? Mən bir anlıq durdum və belə düşündüm. Birincisi, bu qız Quran oxumadan, İslamı öyrənmədən başını bağlayıb. Əgər Allahı tanısaydı, bilərdi ki, insanın Allahı görmə imkanı yoxdur. Ona mən belə sual verdim. Dedim ki, qızım, əgər Allahı görmək istəyirsən və görmədiyin Allaha inanmaq istəmirsənsə, başını nədən bağlamısan? Mənə dedi ki, müəllim, atam məni məcbur eləyib. Ərə getməyə gözləyirəm. Ərə gedən kim başımı açacaq? Baxın, məcburiyyətin sonu budur. Ona görə də Allah nə qoyub? Məcburiyyət yoxdur. Biz öncə övladlarımıza örtünmə şuuru, namaz şuuru, həcc şuuru, insanlıq şuuru, ortaq dəyərləri verəcəyik ki, ondan sonra o özü ona şuurlu bir qərar gətirmiş olsun. Siracəddin bəy, sizcə bugün cəmiyyətimizdə insanlar var dövlətə qulluq edirlər, yoxsa ondan faydalanırlar? İndi birisi də sərvətlə bağlı Quranın ölçüsü budur. Mən ölçüləri deyim, hər kəs öz ölçüsü doğrudur yoxsa. Birinci, Allah buyurur ki, hər kəsə əməyinin qarşılığı var. İnsan möhtac varlıqdır. Bax, belə deyim də, gözəl insan. İnsanın bioloji ehtiyacları var, psixoloji ehtiyacları var. Bunları deyim. Həm də yaşı da buna uyğundur. Məsələn, bizim bir normal yaşımız var. Normal yaşımız nədir? Yaşadığımız illərlə ölçürük bunu. 50 il, 60 il, 70 il, 100 il adam nə qədər yaşayırsa buna deyirlər normal yaş. İki, insanın biyoloji yaşı var. Biyoloji yaşı müəyyən edən şey yaşadığın illərin sayı deyildir. Biyoloji yaşı müəyyən edən şey həyat tərzidir. Hərəkətli həyatın var yoxsa yox, idmana gedirsən yoxsa yox, ya da gəzirsən yoxsa yox, su içirsən yoxsa yox, yediyin qidalar təmizdir yoxsa yox, halaldır yoxsa yox. Sosial bağların necədir? Bax, insanı cavan saxlayan işlərin biri sağlam sosial əlaqələrdir. Dostlarım varmı? Oturursunuzmu? Söhbət edirsinizmi? Söhbət bir terapidir, söhbət bir müalicədir. Baxın, biyoloji yaşı da bu müəyyən edir. 3. İnsanın psixoloji yaşı var. Psixoloji yaşı müəyyənlən şey odur ki, sən həyata nə anlam yükləyirsən? Bax, indi prenses kişilər meydana gəlib. Sənin sualın burasına da keçim. Mən adımı belə şərti qoyuram. Prenses kişilər nə deməkdir? İşləmək istəmirlər, həz yaşayırlar, əllərində pult, uzanıblar divanın üzərində, axşama kimi telefonla, sosial media ilə, televizyon oynayır, xanımına əmr verir, xanımın hesabına yaşayır, şikayətçidir, hamını iynələyir, hamını boş çıxarır, narsistdir, işləmək istəmir, çalışmaq istəmir, qadına bənzəməyə çalışır, çox bəyəni istəyir, məni bəyənsinlər, məni sevsinlər, o bir türk mahnısı var, məni sevməyən ölsün. O sayda yaşayan kişilərin sayı çoxalır. Mən deyirəm ki, ey insanlar, ey gənclər, əməyə talib olun. Baxın, Allah deyir, çalışacaqsan bir, iki, halalından qazanacaqsan. Halal qazanmaq gözəl insan, ibadətdir. İbadət sadəcə namaz deyildir, oruç deyildir, zəkat deyildir. Halal çalışırsansa, halal qazanırsansa, evinə halal tikə gətirirsənsə, ailənin mədəsinə haramın girməsinə izin vermirsənsə, sən ibadət edirsən. Çalışacağıq, halalından qazanacaq. 3, ehtiyacın qədər istifadə edəcəksən. Çünki, məsələn, kişidirsə, ailənin yükümlülüyü, məsuliyyəti onun üzərində baxmadı. 4, baxın, sərvətindən artıq bir şey qalarsa, onu da paylaşacaqsan insanlarla. Nə qədər gözəl ölçü qoyub, deyilmi? Yəni, Allah əməyə dəyər verir. Ən çox müzakirə olunan mövzulardan biri cəmiyyətdə evlilik yaşı ilə bağlıdır. İslamda, Quranda evlilik yaşı ilə bağlı hər hansısa bir məqama toxunulubmu? Bu suala görə çox təşəkkür edirəm Aqil bəy. Burada da bir neçə şey söyleyeyim. Birinci, bu evliliklə bağlı Allah hansı əsasları qoyub? Buyurun. Birinci əsas tanımadır.
Bax, bugün təəssüflər olsun ki, Azərbaycanda evlənən 4 ailədə, bu rəsmi statistikadır, mənim özümün uydurduğum rəqəm deyil. Rəsmi statistikaya görə evlənənlər hər 4-dən biri boşanır. Bu böyük bir fəlakətdir. 1 həftəlik ailələr var, 2 həftəlik ailələr var, 1 aylıq ailələr var. Yəni ailə demək dırnaq arasındadır, ailə demək mümkündürsə. Baxın, birinci şərt budur, tanıyacaqsınız. Allah buyurur ki, sizi fərqli-fərqli ona görə yaratdım ki, bir-birinizi tanıyasınız. Bir qızı sevirsənsə, sevgi tanımaqdan sonra gələn addımdır. Adam bir qızı sevdiyini iddia eləyir, Aqil bəy. Eyni zamanda ona yox cavab alanda gedib onu öldürür. Sevən sevdiyini öldürə bilərmi? Saxtakardır adam. Qara sevdadır, yalan danışır. O qıza mülkiyyət kimi baxır. Mənim olacaqsan deyirsən. Bax, onu ayrıca bir varlıq kimi qəbul eləmir. Evlənəcəyin xanımı ayrıca bayaq dedim, əmanət kimi bax. O ayrıca bir varlıqdır. Onun haqqını tanıyacaqsan yoxsa yox. Bax, burada bir şey deyim də sizə. Nikah bağlanarkən tərəflərdən soruşurlar ki, buna razısanmı? Məsələn, oğlan tərəf deyir ki, bəli, qız tərəf deyir ki, bəli. Biz nəyə bəli deyirik? Bax, bəli deməyin fəlsəfəsi budur. 1. Demək istəyirsən ki, mən sənin hüzurlu yaşamaq üçün əlimdən gələn hər şey edəcəm. Bəli demək söz verməkdir. Kəlmə-i şəhadətdir. Kəlmə-i şəhadət Allahla müqavilə imzalamaqdır. Allahın göndərdiyi bir sənəd var, Qurani Kərim, onu imzalayırsan. Deyirsən ki, Allahım, mən sənə söz verirəm ki, sənin buyurduğun kimi yaşayacaq. Bir xanımla evlənəndə elə bil ki, kəlmə-i şəhadət gətirmiş olursan. Bəli deyəndə birinci bunu demiş olursan. Birinci bunu deməliyik ki, mən sənin hüzurlu bir həyat yaşamaq üçün məndən asılı olan hər şeyi edəcəm. 2. Xanımına deyəcəksən ki, sən də subaysan. Mənim üçün ən qiymətli, ən yaxın varlıq sənsən. Heç bir varlıq xanımla kişi qədər, ərlə xanımı qədər bir-birinə yaxın ola bilməz. Ana da bura daxildir. Hər şeylərini paylaşırlar. Hər şeyini paylaşan başqa bir varlıq varmı? Bu qədər zəngin münasibətləri var qadınla kişinin, yəni xanımla ərinin, yəni. Hə deyəndə, bəli deyəndə bunu deyəcəyik. Sənin hüzurlu yaşamaq üçün mən bir igid oğlan kimi əlimdən gələ edəcəm. Mən bir mömin, gözəl xanım kimi əlimdən gələn hər şey edəcəm. 2. Mənim üçün dünyada bir qiymətli varlıq var, o da sənsən. 3. Sənin ehtiyaclarını ödəyəcəm. Maddi və mənəvi. Bu mənəvinin də altından xətt çəkirəm. Mənəviyyənin içərisində cinsi ehtiyaclar da var. Bir ailədə cinsi ehtiyaclar təmin olunmasa o ailədə problem çıxacaq. Bugünkü ailələrdəki problemin mən bunu bildiyimə görə söyləyirəm. Əsas səbəbinin biri budur. Sən xanımına söz verirsən, xanım da sənə söz verir ki, mən sənin maddi və mənəvi ehtiyaclarını ödəyəcəm. 4. Hə deyəndə bunu demiş olursan. Bu gözlər heç bir gözə, sənin gözünə baxdığı kimi baxmayacaq. Baxın, gənclərimizə bu şuuru verəcəyik biz. Qurani Kərimdə, bax, bunu mən başqa proqram dedim, evlilik yaşını Allah göstərib. Nisa surəsində uca Allah 6-cı ayədə buyurur ki, Nisa surəsinin 6-cı ayəsində. Bu ayəni bilməsini, insanların ona görə bilməsini istəyirəm ki, bugün Azərbaycanın problemlərinin bir sıra bölgələrin problemi budur. Qızları 13 yaşında, 14 yaşında, yetkinlik yaşına çatmadan ərə verilir. Böyük faciələr yaranır. Və bunu təəssüflə, ona görə deyirəm ki, təəssüflə bunu din adını eləyirlər. Sanki Allahın əmriymiş kimi deyirlər. Üstəlik Peyğəmbərə də bir iftira atırlar. Deyirlər ki, Peyğəmbər Ayşə ilə 9 yaşında evlənib. Allahın Rəsulu, Allahın qoyduğu ölçüyə zidd hərəkət edə bilirmi? Bax, o gözəl olan nə deyir? Nisa surəsi hər kəsin bilməsini istəyirəm. Evində də var. 6-cı ayəsini oxuyuram. Bismillahirrahmanirrahim. Evlilik yaşına gələnə qədər yetimlərə sınayın. Onların yetişkinlik, onlarda bir yetişkinlik, yəni evliliyə, yəni bunu Allah nə deyir burada? İfadə edir söz budur. Rüşd yaşına. Bir var büluğ yaşı. Büluğ yaşı ilə bağlı ayrıca. Bir də var Quranda rüşd yaşı var. 6-cı ayədə deyir ki, o yetimlər rüşd yaşına çatanda. Bax, rüşd nədir? Mən sizə söyləyeyim. Yəni rüşd yaşı başqa ayələrdə var. Qısa olsun deyə burada söyləyirəm. Bax, rüşdlə bağlı lüğətlərdən çıxardığım şey budur. Yəni bir adamın rüşd yaşına gəldiyinin ölçüsü nədir Qurana görə? Baxın, nə dedi? Onlar rüşd yaşına, yəni evlilik yaşına çatanda onları sınayacağıq. İndi buradakı terminin biri budur, rüşd yaşıdır. Rüşd yaşı nədir? Baxın, rüşd sözü doğru yolu tapmaq bacarığıdır. Səncə bir insafla, bir ağıllı insan kimi 8, 9, 10 yaşında bir uşağın, bir oğlanın ya da bir qızın doğru yolu tapmaq bacarığı imkanı varmı? Məncə. Bizə yaşayışı göstərəcək, evimizi idarə eləyəcək, doğacaq, uşaqlarını saxlayacaq, pul qazanacaq, o pulunu doğru yerə sərf eləyəcək. Edə bilmə imkanı var onun. Bax, rüşd yaşı deyir ki, doğru yolu tapmaq bacarığı var. 2, rəşid sözü var. Azərbaycanda da adam adı. Doğru yolu başqalarına göstərəndir. Rüşd yaşında olan adam kimdir? Doğru yolu insanlara göstərir. 8, 9, 10, 12, 13, 14, indi bilirsiniz necə? Ailələrin problemi budur ki, uşaqlar ailəni idarə edirlər.
3. Bax, raşid sözü var. Doğru yolu getmək qabiliyyəti olan insana deyirlər. Doğrunu görəcək, anlayacaq, malını, sərvətini sahib çıxa biləcək, o malını, sərvətini idarə edə biləcək, ailəsini idarə edə biləcək yaş deməkdir. Burada deyə bilərsiniz ki, müəllim, elədirsə nədən Allah konkret bir yaş göstərməyib? Niyə göstərməyib? Çünki hər insanın rüşd yaşı fərqlidir. Adam var, 80 yaşı var, hələ rüşd yaşı yoxdur. Özünü uşaq kimi aparır, ailə məsuliyyəti yox. Ailəsinə sahib çıxmır, xanımına sahib çıxmır, uşaqlarına sahib çıxmır. Bax, rüşd yaşı odur ki, məsuliyyətini dərk edib ailəsinə sahib çıxacaq, onun maddi, mənəvi ehtiyaclarını təmin edəcək yaş deməkdir bu. Bəzi insanların rüşd yaşı 25 ola bilər, bəzininki 24 yaş ola bilər, bəzininki 20 yaş ola bilər. Yəni sizin sualınıza cavab olaraq demək istəyirəm ki, insanların hamısına, bax, insanlar fərqli olduğuna görə hamısına konkret eyni bir yaş həddi təyinləmək mümkünmü səncə? Ona görə Allah buyurur ki, onlar rüşd yaşına çatanda diqqət edin, nə deyir? Sınayın onları. Bəziləri deyir ki, bir münasibətdə evlilik ola bilər, hansı bir sevgi münasibəti ola bilər. Kişi xəyanət etsə də qadın bu evliliyi dağıtmamalıdır. Yəni onu qorumalıdır. İndi Aqil bəy, Azərbaycan cəmiyyətində və müsəlman cəmiyyətində təəssüflər olsun ki, bu ziddiyyətli münasibət davam edir. Bax, birinci hardan başlayır? Örnəklər verim gəlimizlə. Birinci, dünyaya gəlməsini istəmədiyimiz uşaqların çoxu qız uşaqlarıdır. Yəni insanların zehnində əski təsəvvür davam eləyir. Qadın deyir işləməməlidir, evdə oturmalıdır. Qadın ancaq evdə otursa əmri olsaydı, qadının örtünmə əmri olardı səncə məntiqlə? Qadının örtünmə əmri həm də o deməkdir ki, get, çıx, sosial əlaqə qur, çalış, müəllim ol, həkim ol. Qurani-Kərimin heç bir ayəsində qadın işləyə bilməz deyə bir ayə yox. Evlənəndə, bugün Azərbaycanda da, bu bizim yaralı yerimizin biri budur. Qızlardan bəkarət tələb eləyirlər. Peki oğlanlardan niyə tələb eləmirlər? Ayrı seçkilik deyil. Əgər, bax, mən sizə bir şey deyim də, haramın cinsiyyəti olmaz. Bir şey haramdırsa, qadına da haramdır, kişiyə də. Əxlaqsızlıq eləmək, nə dediyimi anlayırsınız da, elə deyilmi? Bəli. Yanlış yola getmək, kişiyə də haramdır, qadına da. Dedi ne? Azərbaycanın anlayışı. Sigaret deyir, kişi olar, qadın olmaz. Hardan çıxarırsan bunu? İçki, kişidir, içər, qadın olmaz. Bəkarət, qız bakirə olmalıdır, bəs oğlan olmalı deyil. Əxlaqsızlıq, fahişəlik, üzr istəyirəm, Qurani-Kərimə görə haram deyil. Qadına haramsa, kişiyə də haramdır da. Quran harda deyib ki, kişilərə olar, qadınlara olmaz. Haramın cinsiyyəti yoxdur. Oğlan uşağıdır, qoy geçsin, oxusun, xaricdə oxusun, qız oxumaq olmaz. Qadın ancaq kişi çörəyi yeməlidir. Peki bir gün əri rəhmətə getsə nə olacaq? Oxu əmri kişilərə mi aiddir? Yer üzündə ədaləti, barışı yayın əmri kişilərə mi aiddir ancaq? Qadınlara aid deyil. Namaz qılın əmri ancaq kişilərə mi aiddir? Qadınlara aid deyil. Oruç tutun əmri ancaq kişilərə mi aiddir? Qadınlara aid deyil. Orucun istisnası nədir? Xəstə olan tutmaz, səfərdə olan tutmaz. Hamı tutmalıdır. Hər kəsin hesabı fərdidir. Qadının hesabı fərdi, kişinin hesabı fərdidir. Lütfən diqqət edin, görün nə qədər parlaq ayə söyləyib Uca Allah. Harada söyləyib? Əhzab surəsi 35-ci ayəsində, Aqil bəy. Bismillah. Baxın necə sahib. Müsəlman kişilər və müsəlman qadınlar. Mömin kişilər və mömin qadınlar. Mömin olmaq kişinin də haqqıdır, qadının da haqqıdır. Allaha itayətkar kişilər və Allaha itayətkar qadınlar. Allaha itayət etmək kişiyə də əmrdir, qadına da əmrdir. Baxın necə sahib. Doğru olan kişilər və doğru olan qadınlar. Doğruçu olmaq, dürüst olmaq, sədaqətli olmaq, vəfalı olmaq kişinin də işidir, qadının da işidir. Bax. Səbr edən kişilər və səbr edən qadınlar. Səbir nə deməkdir? Bax, səbir də oturub gözləmək deyil. Səbir dirəniş gücüdür. Onu da deyim ki, qadınların səbir gücü daha böyükdür. Qadınların mərhəmət gücü daha böyükdür. Qadınların bağışlama potensialı daha böyükdür. Çünki Allah ona özəl bir şey verib ki, analıq vəzifəsini yerinə yetirə bilsin. Çünki bir uşağı saxlamaq çox çətin, çox zor bir şey yəni. Bax, sonra nə deyir? Allaha sayğı göstərən mütəvazi, yəni təvazökar kişilər və Allaha sayğı göstərən təvazökar qadınlar. Burada bir şeyə diqqətinizi çəkirəm. Kişilərlə bağlı hansı sözləri seçibsə Allah, qadınla bağlı eyni sözü seçib. Namuslarını qoruyan kişilər və namuslarını qoruyan qadınlar. Bax, sən deyənə gəlirəm. Harda yazıb ki, kişiyə olar, qadın dözməlidir. Niyə dözməlidir? Baxın, bir qadın əgər əri ona xəyanət etsə, bir dənə də yol göstərir. Bu Azərbaycan ailələrində yaşanan çox yaşanır. Mən bir müəllim kimi, bir alim kimi və bir din adamı kimi, yəni din alimi deyim özümə. Yəni dini az çox bilən bir insan kimi deyirəm ki, Azərbaycan ailələrinin faciəsinin biri budur. Bir ər xanımına xəyanət edirsə və qadın bunu bilirsə, demirəm boşansın. Öncə qadın ona bədəl ödətməlidir. O da xəyanət. Əgər barış yox,
Elə şey olmaz. Pisliyi pisliylə yüyənməzsən. Yəni ər gəlib deyir ki, mən peşman olmuşam. Barışmaq istəyirəm, yanlış etmişəm. Onun o dediyində səmimi olduğuna xanımını inandırmalıdır. Yəni o acını çəkdirməlidir ona, bədəl ödətməlidir ona. Kişi söz verməlidir. Tövbəsində səmimi olduğunu qadına inandırmalıdır. Havayı bağışlama yoxdur. Əgər kişi sənə olar sənə, o qadının heç bir dəyəri olmaz. Yəni qadının sən qürurunu qırmısan. Şəxsiyyətini, o verdiyin sözləri tutmamısan sən. Ona görə bədəl ödətməlidir ona. Əgər bədəl ödəyərsə, kişi səmimi olarsa, söz verərsə, ailəsinə sahib çıxarsa, mən bağışlamağın tərəfdarıyam. Ailənin dağılmasının tərəfdarı deyiləm. Amma dediyim şərtlərlə mütləq səmimi olacaq, üzr istəyəcək, tövbə edəcək, xanımına bədəl ödəyəcək. Namuslarını qoruyan kişilər və namuslarını qoruyan qadınlar, hər ikisi baxın. Allah Quranda buyurur ki, kişilərə deyir ki, gözlərini harama vaxtdan çəkinsinlər. Günah qadının üzündədir, yoxsa kişinin gözündədir? Hər ikisində ola bilər. Bax, kişilərə deyir ki, gözünü çək. Örtünmə qadını qorumaq üçündür. Qadına işgəncə üçün deyildir. Sən heç örtünmüş qadına sataşan oğlan gördünmü? Rastlaşmamışam. Allah qadını qorumaq istəyir. Qadın zərifdir, qadın gözəldir, qadın cazibədardır, qadın çəkicidir. Qadının daha çox qorunmağa ehtiyacı var. Allah qorunma vasitələri. Onu da biri də kişilərə deyir. Baxın, namuslu ol deyir. Gözlərini haramdan çək deyir. Baxın, məsafə qoy, ölçü qoy. Harama bulaşma, yaxın getmə. Zina haramdır. Allah Quranda deyir ki, zinaya yaxınlaşmayın. Çox gözəl. Nə deyirsən indi? Qadın mı üstün, kişi mi üstün? Fərqli varlıq. Hər birinin öz missiyası var. Seçmədiyimiz şeydən öyünməyəcəyik. Cinsiyyətimizi biz müəyyənləməmişik. Vətənimizi biz seçməmişik. Atamızı biz seçməmişik. Anamızı biz seçməmişik. İnsan əməyi olan, bədəl ödədiyi, zəhmət çəkdiyi, halal əlinin təri ilə, alnının təri ilə, ürəyinin təri ilə qazandığı şeylə öyünməlidir. Qadın kimdir? Qadın mənim anamdır. Qadın mənim qızımdır. Qadın mənim həyat yoldaşımdır. Qadın mənim bacımdır. Qadın mənim məmləkətimin vətəndaşımdır. Ona görə bax, qadını Allahın qadına verdiyi dəyəri və kişiyə verdiyi dəyəri yerinə qoysaq, inan cəmiyyətə hüzur gələcək. Bərəkət gələcək. İkisi bir yerdə güclüdür. Çox təşəkkür edirəm Siracəddin bəy. Sağ olun, fikirlərinizə görə, verilişimizə qonaq olduğunuza görə minnətdaram sizə. Təşəkkür edirəm. Əziz Allah işinizə, gücünüzə, ailənizə bərəkət versin. Çox sağ olun sizinlə.